Salam, hər vaxtınız xeyir. Biz bugün Lindoviçdən 1670-ci inteqralın həllinə baxarıq. Baxacağımız integral bu şəkildədir. Nömrə 1670 integral. Surətdə dx, məxrəcdə 1 plus sinus x bərabərdir integral. Verilmiş bu integralı həll etmək üçün biz surətdə yazarıq dx, məxrəcdə isə 1-in yerinə yazarıq kosinus kvadrat x bölü 2 plus sinus kvadrat x bölüsün 2. Sinus x'in yerinə isə yazarıq plus 2 vurulsun sinus x bölüsün 2 vurulsun kosinus x bölüsün 2. Bu da bərabərdir integral surətdə yazarıq dx. Məxrəci isə kosinus x bölü 2 plus sinus x bölüsü 2'nin mötərizə üzərində kvadratı şəklində yaza bilərik. Doğrudan da əgər bu iki funksiyanın cəminin kvadratını asılışını yazsaq, bizə birincinin kvadratı üstə ikincinin kvadratı üstə gəlirsin, 2 vurulsun, birinci vurulsun, ikincinin hasılı verilsin. Bu da bərabərdir. Bərabərdir integral. Biz yazdığımız sonuncu integralın məxrəcində, mötərizə daxilində bu iki funksiyanın hər birinin qarşısında kök altda 2 bölü 2 yaratsaq, kök altda 2 bölü 2 halı yaratsaq, onda bizim integralımız olacaq dx bölünsün, kök altda 2 bölünsün 2 kosinus x bölünsün 2 plus kök altda 2 bölünsün 2 sinus x bölünsün 2 mötərizə üzərində də kvadrat olduğu üçün kvadratın qeyd edilir. Biz bu integralın məxrəcində kök altda 2 bölü 2 halı yaratdığımız mötərizə daxilində əgər kök altda 2 bölü 2-nin mötərizə işarəsi xarici çıxartsaq, onda kök altda 2 bölü 2-nin kvadratı çıxar mötərizə xaricinə. Kök altda 2 bölü 2-nin kvadratı bizə verəcək 4-də 2-yə 2-də 1 və məxrəci də biz 2-yə vursuq, həmin 2-də 1 yox olacaq. Məxrəcdə bu 2 əvəzinə integral işarəsi xaricində 2-də 1 yazmağımız kifayət edir. Bu da bərabərdir 2-də 1 integral surətdə yazarıq dx, məxrəcdə isə yazarıq kosinus x bölünsün 2 minus pi bölünsün 4. Doğrudan da əgər biz kosinus x bölü 2 minus pi bölünsün asılışını yazsaq, bizə mötərizənin daxilini verəcək, içərisini verəcək və mötərizənin üzərində də kvadrat olduğu üçün kosinusun üzərinə kvadrat yazarıq. Bu isə bizə hazır düsturu verir, yəni integralımızı həll
çox rahat üsula gəldi. Bu da bərabərdir. Nəyin törəməsi bizə? 2-də 1 vurulsun, 1 bölünsün. Kosinus kvadrat x bölü 2 minus 2 bölü 4 edir. 22 tangens x bölünsün 2 minus 2 bölü 4'ün törəməsi. Pilos C.